Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsində sökülmüş fərdi yaşayış evinin sakinlərinə bir dəfəlik maddi yardım ödəniləcək. Bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib. Qeyd olunub ki, Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsi 36/12B ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə bir dəfəlik maddi yardım veriləcək. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Bala Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım verilməsi, qiymətləndirmə xərcləri daxil olmaqla həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqlarının ödənilməsi, bank xərcləri daxil olmaqla təmin edilməlidir. Qeyd edək ki, Bakı şəhəri, Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında istinad divarları tikiləcək.